Guys, deməli burada bizim mətnimizdir və 1-dən 8-ə 9-dan 13-ədir. Bəyaz maraqlı bir sual verdi ki, boşluq doldurmadan niyə başlamırıq? Əslində başlaya bilərik, problem yoxdur. Sadəcə boşluq doldurma və true false not given hansında birinci verilibsə ondan başlaya bilərsiniz yəni. Məsələn, burada birinci true false not givenlar verilib deyə buradan başlaya bilərik, düzdürmü? Birinci sualda nə deyir? Açar sözlərimiz əsasən bildiyimizdir də, bu heç, bunu bilirik. Açar sözlərdə əsas hansılara diqqət eləməliyik? Yer bildirən söz, zərflər, düzdürmü? Burada zərf olan hissə hansı hissəcikdir? Aha. Bu da açar sözümüzdür. Deməli, passenger ships, sonra intended, düzdürmü? Sonra clippers var, bəli. Original. Original nədir? Bizim rol əsaslı olaraq nəyə fokuslanır deyir? Aha, yes. Tam tərcümə eləmirik, təxminən mənanı anlamağa çalışırıq. İlk 3 paragrafda nəyə axtarmalıyıq? Mətndə yerini axtarmalıyıq, tamam mı? Axtara-axtara gəlirik və burada nədən söhbət edir? İkinci paragrafda hansı hissə var? Defense ilə başlayan hissəni görürsünüz, düzdürmü? Orada clippers var, düzdür? Orada passengers var. Amma cümlədə bir inkarıq görürük. Although. Nə deməkdir? Baxmayaraq ki, bu bizə işarə verir. Bu əsasən nəyə fokuslanıb əsas? Nəyə? Qudsları. Passengerləri deyil. Deməli, cavab nədir? Kontrast var. Deməli, nədir guys cavab? False. Heç ruhumuz belə incimədi, düzdür? İkinci suala davam edək.